Her zaman benim gözümün önünde onlarıydı. Ne kadar azap çektiler. Ne kadar eziyet çektiler. Ama sınmadılar. Möhkem durdular. Budur Azerbaycan. Budur Azerbaycan. Ne kadar devletin gücü olsa, ne kadar silahı olsa, ne kadar düzgün hərbi əməliyyatlar planlaşdırılsa da qələbəni əldə edən əskərdir, zabitdir. O gedir. O sinəsini qabağa verir. O ölümə gedir. Və bayrağı da qaldıran odur. Onların qəhrəmanlığı heç vaxt silinməməlidir və silinməyəcək. Bizim yaddaşımızdan və bugün onların ruhu şaddır. Biz buradayıq. Siz buradasınız və nə qədər acı olsa da onların yaxınları üçün, doğmaları üçün bir təsəlli var. O da odur ki, onlar canlarını fəda edərək tarixi zəfər çalır. Biz 1-ci Qarabağ müharibəsində 15 minə yaxın şəhid verdik. Amma torpaqlar da getdi. İndi hər bir həlak olan İnsan əvəz olunmazdır. Ancaq 2-ci Qarabağ müharibəsində əməliyyatlar elə planlaşdırılırdı ki, itkiləri minimuma endirir. Və buna da nail oldu. Biz hər zaman bir də demək istəyirəm ki, onlara xoşda olmalıyıq. Gənc nəsil də daim bu ruhda tərbiyə almalıdır. Və onların qəhrəmanlığı unudulmazdır, misli bərabəri yoxdur. Hər şəhid daşına bir deyəcəyəm, axan göz yaşına dur deyəcəyəm. Zamana müəmma sir deyəcəyəm, ağlama şəhid anası, ağlama. Zamana müəmma sir deyəcəyəm, ağlama şəhid anası, ağlama. Həyat yaranandan üzü qaradır, insanlar çoxalır dünyada dərdir. Dərdi olanlara təsəlli yardır, ağlama şəhid anası, ağlama. Dərdi olanlara təsəlli yardır, ağlama şəhid anası, ağlama. Vətən müqəddəsdir, qorunsun gərək. Vətən sevgisiyle döyünsün ürək. Dar gündə yolunda can qurban verək. Ağlama şəhid anası, ağlama. Dar gündə yolunda can qurban verək. Ağlama şəhid anası, ağlama. Həyat yaranandan üzü qaradır, İnsanlar çoxalır dünyada dərdir. Dərdi olanlara təsəlli yardır, ağlama şəhid anası, ağlama.
teselli yardır. Ağlama şehit anası, ağlama. Salam Müşki Xəbər Info və Inform Xəbər TV sosial şəbəkə izləyiciləri. Hal-hazırda çəkiliş qrupumuz Abşeron rayonunun Xırdalar şəhərindəki Şəhidlər Xiyabanındadır. Salam Xatirə müəllim, xoş gördük sizi. Yəni qeyd eləyək ki, Xatirə xanım, Xatirə müəllimə bizim şəhid babamız İlçin Həsənlinin anasıdır. İstərdik ki, şəhidimiz barəsində məlumatlandırılaq, sizi də məlumatlandıraq. Buyurun, Xatirə müəllim. Öncelikle teşekkür ederim bu misafir üçün. İlçin haqqında nə deyə bilərəm? Mən həmişə deyirəm, İlçin haqqında danışanda düşünürəm ki, utana-utana danışım. Çünki mən tək İlçinlərim, yəni tək deyil, İlçinin 3000 dənə şəhid qardaşı var. Və həmişə düşünürəm ki, İlçin haqqında danışanda tək İlçin haqqında danışmıram. 3000 şəhidin birləşmiş obrazıdır bir şəhid, bir elçin. Və elə elçinə baxanda, digər şəhidlərimizə baxanda görürəm ki, həqiqətən də seçilmiş övladlardır. İstəyir onlar belə zahiri gözəlliklər, istəyir daxili dünyaları, istəyir o kamilliyi. Həqiqətən də övladlarımız, 3000 şəhidimizin hər biri seçilmişdir, gözəldir, layiqlidir. Elçin də 3000 şəhidlərdən biridir, mənim övladımdır. Elçin təhsilin və karyeranı demək olar ki, ən ali pilləsinə qalxmış bir övlad idi. Doktorantura təhsilli idi. Sonra Şirvan Azərşıqda baş mühəndis, bir də Sədrabat regional sağ xidmətdə yenə məsul vəzifədə işləyirdi. 27 yaş olmasına baxmayaraq, yəni təhsilin, karyeranın ən ali zirvələrini fəth eləməyə bacarmışdı. Təhsilə bir marağı var idi. Onu deyə bilərəm ki, bir də İlçin haqqında çox gözəl bir övlad idi. İlçin həm zahirən, həm daxilən o qədər gözəl idi ki, mən bir valideyn kimi, bir ana kimi o qədər ondan razı idim. Çox ağıllı, təmkinli, hər şeyin yerini bilən, oturuşu bilən və ən vacibi saf və vətənpərvər bir uşaq idi. Dövlət qeyrətini çəkən, vətən təəssüfünü çəkən bir övlad idi. Mən özüm də çox vətənpərvər bir insanam, həqiqətən vətənimi çox sevirəm. Həmişə deyirəm çıxışlarımda ki, hər kəsin bir qəlbinə bir sevda olur, hər kəsin bir sevdası var. Mənim də sevdam vətən sevdasıdır. Mən vətənimi dəhşət çox istəyirəm, həqiqətən. Vətən mənim ən böyük sevgim, ən böyük sevdamdır. Və Elçin mənim o vətən sevdamın qanunla vurulmuş möhrüdür. Mən də düşünürəm ki, o mənim vətən sevgimin bir möhrü oldu. Möhrünü o qanunla vurdu. Elçin Qarabağ vətən müharibəsinə könüllü özü işini, yarımçıq təhsilini yarımçıq dayandıraraq könüllü qoşuldu. Çox böyük həvəslə, gülə-gülə getdi. Elçin həmin dövrdə... Bir dəqiqə mənə üzr istəyirəm, bir dəqiqə. Vətənimizin tarixini, vətənimizin o keşməkeşli yollarına bir ziyalı ailə kimi mən həmişə evimizdə danışırdıq, diskussiya edirdik. Hamımızın o tarix, o yaşantılar ürəyimizin süzgəcindən keçmişdi. Təbii ki, Elçin də bunların altında böyümüşdü. Bu, necə deyim, bilgiləri bilirdi vətən haqqında, məlumatlıydı, başımıza gələnlər, torpaqlarımızın itirilməsi. Bunların hamısı Elçinin yaralı yeri idi, Qarabağ, təbii ki. Və son dövrlərdə olan hadisələr həqiqətən hamımızı çox həyəcanlandırırdı ailecə bizi. Bir gün mən məktəbdə dərs deyirdim. Mənim dövrdə artıq Elçin könüllü 70 döyüşlərdə idi. Gəncə vurulan vaxtı çıxdım. Koridora sakitçilik idi. O qədər mənə təsir elədi Gəncənin vurulmağı. Elə ani olaraq koridorda, dəhlizdə, məktəbin dəhlizində dərs vaxtı sakitçilik idi. Sanki içimdən bir nida gəldi ki, mən bilsəm ki, Qarabağ azad olacaq. Mən övladlarımdan birini o Qarabağa qurban verirəm. Və elə də oldu. Elçin könüllü qoşuldu döyüşlərə. Həmin dövrdə bilirsiniz, gənclər vətən üçün ayağa qalxmışdı. Amma o gənclərdən biri də Elçin idi. O
ruhu içində qeyrəti olan, vətən təəssübü çəkən övladlar. Bunlardan da bir elçin idi. Mən də düşünürdüm ki, görəm mənim övladlarım könüllü yazılacaqlarmı? Sanki çiynimdə bir dağ var idi, narahat idim. İçim gəldi ki, mən yazılmışam döyüşlərə. Düzü elə bir çiynimdən bir yük götürüldü. Yəni mən sevindim bir ana kimi ki, Vətən sevgisi tamamında. Mənim üçün 44 günlük döyüşlərdə sonuncu gün 8 noyabrda şəhid oldu. Şuşa ətrafında döyüşlərdə. Və o şəhid olarkən o sinəsindən bayrağımız, Azərbaycan şəhidli bayrağı çıxdı. Onun qanına bulaşmış, onun ətri çölmüş bayrağı. Mən hələ də özümdə saxlayıram, sinəmdə gəzdirirəm. O sanki oradan demək istəyirdi ki, bu bayraq sizə əmanətdir. Və nə deyim, elçim necə ki təhsilin, karyeranın ən ali zirvəsinə çatmışdı. Elçin həyatda çox gözəllikləri, çox zirvələri fəth eləmişdi. Amma o bundan kifayətlənə bilməzdi təbii ki, vətən sevgisi ona güc gəldi və Elçin vətən uğrunda zəfər şəhid oldu. Hər il noyabrın 8-i mən ürəyimin yarısına vətənimin zəfərini qeyd edirəm. Ürəyimin yarısına da balamın uca xatirəsini əbədiləşdirirəm. Çünki həmin gün həm də mənim balamın vətənə qurban getdiyi gündür, şəhid olduğu gündür. 8 noyabr mənim üçün həm zəfər, həm də zəfər. Nifrete çevrildi bakışlarınız, kanlı seçilerden akışlarınız, güllere garg olmuş baştaşlarınız, namusun gayretin taşı şehitler. Dünyanı heyrete salan oldunuz, azadlık odunda yanan oldunuz, köçüp yüreklerde kalan oldunuz. Unutmak olar mı sizi şehitler? Dünyanı heyrete salan oldunuz, azadlık odunda yanan oldunuz, köçüp yüreklerde kalan oldunuz. Unutmak olar mı sizi şehitler? Unutmak olar mı sizi şehitler?
Bəli, hörmətli tamaşaçılar, gənc şəhidimiz 27 yaşlı İlçin Həsənlinin anasına belə bir sual verəcəm. Gözəl anamız, eşitdiyimizə görə, yəni bildiyimizə görə Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyev cənabları hər zaman şəhid ailələrinə, qazi ailələrinə diqqət və qayğısı danılmazdır. Bu barədə nə deyə bilərdiniz? Ona deyə bilərəm ki, ümumiyyətlə şəhid ailələrdən qayğı bizim dövlət siyasətinin ən ümdə vəzifələrindən biri, ən əsas istiqamətlərindən biridir. Abşeron rayonunda təbii ki, bu sahədə çox böyük işlər görür. Abşeronda şəhid ailələrinə qayğı demək olar ki, həqiqətən çox yüksək səviyyədədir. Abşeronda 400-dən çox şəhid ailəsi məskunlaşıb. 200-dən çox şəhid ailəsi 1-ci Qarabağ müharibəsinin şəhid ailələridir və 200-ə yaxın şəhid ailəsi isə Vətən müharibəsi şəhid ailələri üzvləri yaşayır burada. Xeyli qazimiz var, 145 şəhid övladı var burada. Mən deyərdim ki, Abşeronda şəhid ailələrinə qayğı, şəhid ailələrdən münasibət tamam fərqli bir səviyyədədir və demək olar ki, hər bir kəsə örnək olacaq bir səviyyədədir. Çünki burada olan o münasibət vəzifə borcundan irəli gələn bir münasibət deyil. Biz burada həqiqətən də bir mənəvi məsuliyyət hiss edirik, mənəvi gözəllik hiss edirik və tək sosial baxımdan yox, mənəvi cəhətdən hər birimizin bugün ayaq üstə durmağımızda, bu yaralarımızın sağalmağında, hamısında icra hakimiyyətinin böyük rolu var. Və bugün biz Abşeron şəhid ailələri ictimaiyyətin tam mərkəzində, cəmiyyətin tam mərkəzində, bir-birimizin yanında, bir-birimizə dəstək olaraq bir ailə şəklində formalaşmışıq və bu ailənin başında təbii ki, bizim icra başçımız durur. Ona təşəkkürümü bildirmək istəyirəm ki, həqiqətən bugün bizim ayaq üstə durmağımızın səbəb, bugün bizim o yaralarımızın mərhəm tapmağına səbəb məhz bizə olan bu üstün münasibətdir. Sevilerken bilmedin mi? Ben söylerken gülmedin mi? Falımızda hasret var, ayrılık var demedin mi? Xəbər Yekunda Forum Xəbər TV-nin baş direktoru Azər Xudayaroglu, müxbir Şəlalə Cəfər qızı, informator Firəngiz Səyyad qızı. Xırdalan.